Nurdağ Anadolu Haber Bursa'dayız. Bursa'da Türk Cumhuriyetlerinden gelen kardeşlerimizle beraber Bursa'yı gezmeye devam ediyoruz. Şimdi Bursa'da Osman Gazi'nin türbesinin bulunduğu mekandayız. Ve buranın tarihi dokusunu gerçekten izlerken ruhumuz ürperiyordu. Şimdi karşımızda bilge insanla bir muhabbet edeceğiz. Hocam önce kendinizi bir tanıtır mısınız? Ulu Bursa'dan, Osmanlı'nın ilk başkenti olan Bursa'dan bütün Türk dünyasına salam olsun. Ben Rüfət Muradlı, Azərbaycandan, müstəqil jurnalistəm, qəzetəçiyəm, sizin təbirlə desək. Və Evet. burada Azim Dərnəyinin təşkil etdiyi bu toplantıya qatılmışıq. Yəni hörmətli Hüseyin Gözəloğlu'nun rəhbərlik etdiyi dərnəyin. Burada çox dəyərli dostlarımızı görürük. Azərbaycandan bura böyük heyət gəlir. Sonra Evet. Qazaxıstandan, Qırğızıstandan, Tatarıstandan, Estoniyadan, Çuvaşiyadan və ayrı-ayrı Türkiyənin ayrı-ayrı şəhərlərindən bura Türk dünyası sevdalıları toplanıb. Azərbaycan 2020-ci ilin sentyabrın 27-sində başlanan 44 günlük savaşın sonucu olaraq noyabr ayının 8-də Zəfər gününü qeyd edilir. Yəni 44 günlük savaşın sonucu olaraq biz işğalda olan torpaqlarımızı geri almışıq. Şəhidlərimizin ruhu şad olsun. İstər Azərbaycanda, istər Türkiyədə istiqlal üçün, ərazi bütövlüyümüz üçün şəhid olanların hər birini sayğı ilə anırıq. Bugün 24 Ekim, yəni oktyabrda Bursa'da start götürən bu Azərbaycan günlərində şəhidlərimiz alınacaq. Böyük şairimiz, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin 100 illiyidir. Bəxtiyar Vahabzadə anısına şeirlər səsləndiriləcək, fikirlər səsləndiriləcək. Düşünürəm ki, bugün Bursa'da davam edəcək 4 günlük bu tədbirlərdə Türk dünyası adına böyük bir səhifə açılacaq. Bu münasibətlə bu coğrafyanın, Türk dünyası coğrafyasının hər bir nöqtəsində yaşayan və insanlıq adına dünyanın müxtəlif nöqtələrində yaşayan hər kəsi təbrik edirəm. Teşekkür ediyorum. Burada hocam şöyle bir baktım. Tabii Birinci Dünya Savaşı'nda şehit olan insanlarımızın mezarları vardır. Onları dahi isimlerini anarken tüylerimiz diken diken oluyor. Doğru. Evet, gerek Türkiye Cumhuriyetlerde bağımsızlık mücadelesi vererek şehit olan kardeşlerimizi rahmetle yad ediyoruz. Ve Osmanlı Devletimizin 650 yıl hüküm sürdüğü bir coğrafyanın topraklarında yaşıyoruz. Bugün yine Azerbaycan, Türkmenistan, Kazakistan ve diğer Türkiye Cumhuriyetlerde katılan kardeşlerimizle yine Osmanlı'nın fethini kutluyoruz. Yani Bursa'nın fethini kutluyoruz. Temelleri Bursa'da atıldı Osmanlı Devleti'nin, Söğüt'te atıldı. Memnun musunuz geziden? Təbii ki, gəzi yeni başladı. Yəni bugün start götürdü. Dünən gəlmişik Bursa'ya. Düşünürəm ki, Bursa'nın özündə olmaq böyük bir mutluluqdur. Evet. Bursa bizim dünənimizdir. Bursa bizim bugünümüzdür, gələcəyimizdir. Bütün Bursalılara buradan salam olsun deyiləm. Azərbaycandan salam gətirdik. Bir də təkrar edirəm ki, ayrı-ayrı Türk Cumhuriyyətlərindən bura gəliblər. Və bu Bursalılar üçün də böyük bir xoş gündür ki, bugün Qazax Türkü Bursa deyir, Qırğız Türkü Bursa deyir, Evet. Tatarlar, eyni zamanda Çuvaşlar, ayrı-ayrı nöqtələrdən gələnlər, yəni Türk dünyasını Bursa deyib gəliblər bura. Bursa'nın günü mübarək olsun deyir. Teşekkür ediyorum. Hani bir söz vardır. Bize bizden başka dostu yok. Değil mi hocam? Türk'ün Türk'ten başka dostu yoktur. Bu ifadə təbii ki, Birinci Dünya Savaşında yaranıb. Evet. Çox ağır şərtlərdə, burada Birinci Dünya Savaşında, Balkan Savaşında, Türkiyənin istiqlalı üçün, Azərbaycanın istiqlalı üçün şəhid olanları bir daha sayğı ilə anıram. O zaman Türk arxadan zərbə yeyərkən Ölməz Mustafa Kemal Atatürk dedi ki, Rahmetle başqa bir dostu yox. O zaman çox keçərli idi. Təəssüflər olsun ki, bugün də biz o acı gerçəklə üz-üzəyik ki, Türk olmayanlardan biz özümüzə arkamıza zərbələr gördük. İnanıram onlar da öz yanlışlarının fərqində olacaq. Evet, inşallah. Birinci Dünya Savaşı'nda, Balkan Harbi'nde, Kafkasya'da, Yemen'de mücadele eden başta Mustafa Kemal Atatürk ve silah arkadaşlarını bu vesileyle rahmetle yad ediyoruz.
ruhları şad olsun. Teşekkür ederim hocam. Sağ Yine olun, çok görüşeceğiz. teşekkür Yine ederim. sizden bilgi almaya devam edeceğiz. Var olun inşallah.